nə ayrısan qari, hər yer fırlansan fırlan, bunlar cəmaatdan pulu sağmaq istəyirlər. Cəmaatın qabağına qoyub sağmalı. Qardaş, o dəfə mən dəfələrlə buradan demişəm. Kişi, hamı gəlir deyib pul verir. Nə qədər təşkilat var, nə qədər təşkilatlar var. Belediye deyir pul ver, qardaş, zek deyir pul ver. Ondan sonra nə bilim, polis deyir pul ver, Çaskova deyir pul ver, prokuror deyir pul ver, icra hakimi deyir pul ver. Ya ne bileyim açıyor, hala GYT'ler var ne kadar. Bak biz de buradan bazen biri xəstədir, biz de xahiş ediyoruz, anında pul ver. Ha bu millet ne kadar yüzbaşıya ver, kentxudiya ver, onbaşıya ver, ne bileyim, bir İslam'a ver, Nəsərnikə ver, ona ver, buna ver. 50 dəfə demişim, ben bu veren yeri ağrıyı da bəs de bu millet ne kadar verir? Neyle versin axı? Mesela adam tezlerin akşama, şimdi bu etraf zadlar var da, böyle marketler var, böyle marketler. Orada cavan kızlar, ne bileyim, böyle orta yaşlı kadınlar işleyin. Yani böyle bir de ikisinde soruşuram ki, kızım ne kadar maaş alırsan? 250 manat, 300 manat. Abi 250-300 manat alan adam bunu neden sattıracak? Ha bu gelir ver. Bir adam demir, bir kapıyı dövüp bir tane adam yok ki. Desinler ki, belki bir problemimiz var, ne kömeği değişsin. Yok da böyle bir şey yok. Bütün işte görülen ne var indi, kamural işlerdi filan de. Derhal düşürler, kapıları dövürler. Pul yığın. 5 manat, 3 manat, 10 manat adam başı, bazen 20 manat. Bu padvalda turbo patlıyıb, ne bileyim, haradasa mesela əlavə nəsə olmalıdır da bu yani. O belə də kommunal xidmətin yenilənməsi yönündə nə dedilər, gəlirlər, qapı dövürlər ki, pul verin, filan işi görək. Ama bu devletin artık buralara gelir.